Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Dünyasını dəyişmiş mərhum qanuni oğru Rövşən Lənkəranskinin adamı olan polis polkovniki işdən qovulub. Keçək əsas xəbərimizə. Rusiya Daxili İşlər Nazirliyinin Moskva Cinayət Axtarış İdarəsinin rəis müavini polis polkovniki Sergey Akumov vəzifəsindən uzaqlaşdırılıb. Xəbər saatına bildirilir ki, Akumov əvvəllər korrupsiya ittihamı ilə 1 il həbsdə yatıb. Onun bir sıra qanuni oğrular və mütəşəkkil cinayətkar qruplarla sıx əlaqələri olduğu deyilir. Lakin Akumovun bioqrafiyası və fəaliyyəti ilə bağlı bu məqamların üstü indi açılıb. Nəticədə onun barəsində Rusiya Daxili İşlər Nazirliyinin Baş Daxili Təhlükəsizlik İdarəsi tərəfindən geniş miqyaslı yoxlama başlanılıb və o istefaya göndərilib. Telegram kanal administratorlarına qarşı bütün əməliyyat tədbirləri Moskva Cinayət Axtarış İdarəsində Akumovun rəhbərlik etdiyi 12-ci şöbənin əməkdaşları tərəfindən keçirilib. Daha sonra Akumov idarə rəisinin müavini vəzifəsinə yüksəlib. O, bəzi axtarışlarda şəxsən iştirak etsə də, protokollarda adı qeyd olunmayıb. Adətən bütün proseslərə rəsmi şəkildə Akumovun sağ əli hesab olunan Qritskov rəhbərlik edib. Mənbənin iddiasına görə Akumov vəzifə borcunu özünə məxsus şəkildə yerinə yetirərək bəzi avtoritetlərin sifarişi ilə digərlərini həbs etdirib. Xüsusilə o qanuni oğru Rövşən Caniyevlə yaxın münasibətlər qurub və onun üçün bir çox tapşırıqları yerinə yetirib. Daha sonra isə özü qarşılıq istəyərək kriminal avtoritet Gürsel Sayfilovun tazlandırılmasını təşkil etdirib. Gürsel yalnız Akumovun yaxın dostu deyil, həm də qohumudur. O, əməliyyatçının qohumlarından biri ilə evlidir. Caniyevin öldürülməsindən sonra Akumov və onun yaxın çərçivəsi Lənkəranskinin əmisi oğlu Zaur Əhmədov ilə sıx əlaqələri davam etdiriblər. Zəhmət olmasa kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın.